Salam, zəhmət olmasa özünü təqdim et. Salam, mən Sahib Əliyev. Mən arı ilə may ayından başlayaraq Almaniyanın Studiya Kolleji hazırlığına başlamışam. Burada həm alman dilindən, həm də riyaziyyatdan hazırlanma olurdu. Bildiyiniz kimi arı beynəlxalq təhsil mərkəzi ÖST imtahanı Azərbaycandakı rəsmi mərkəzidir. Mən də burada ÖST imtahanını verib PhD sertifikatını uğurla əldə etdim. Sahib, bəs nə üçün Almaniyanı seçdin? Mənim seçdiyim ixtisas T kursudur, informatika və düşünürəm ki, Almaniya bu sahədə özünü həqiqətən inkişaf etdirmiş ölkələrdən biridir və mənə də kifayət qədər təhsilimi gözəlliklə verəcəyini inanıram. Əla, uğurlar sənə. Bəs özündən sonrakı tələbələrə nə məsləhət bilərsən? Mən məsləhət görürəm ki, alman dilində daha çox kitab oxusunlar, yeni filmlərə baxsınlar. Bu dilin həm eşitmək cəhətdən, həm də danışmaq cəhətdən çox kömək eləyir və əlbəttə ki, nə qədər tez başlasalar dilini öyrənməyinə daha tez də özlərini inkişaf etdirə bilərlər. Ayrıca onu qeyd etmək istəyirəm ki, mən Almaniyanın Paderborn Kollecinə qəbul almışam və bu uzun və ağır yolda da mənə dəstəyi üçün ayrıca təşəkkür və minnətdarlığımı bildirirəm.